bir yazıda belə bir sözlər eşitdim. Sənin də özlədiyin biri varmı? Altında belə yazdım. Olmazmı? Müharibə sevgimi, sevincimi, xoşbəxtçiliyimi aldı əlimdən. Ötüb keçdim, amma qəlb dedi susma və belə bir sözlər gəldi qəlbimdə. Qəbul edib unutmağa çalışıram mən itkimi, acımı. Mənim kimi acı çəkən bu dünyada insan azmı? Nə birinci, nə sonuncu deyiləm mən. Səbir, təmkin diləyirəm. Hey Rəbbimdən, qismətimi qəbul edib anlattın sən lütfün ilə. 60 yaşdan sonra da gətirmisən məni dilə. Bölüşürəm çəkdiyimin bir azını. Unutmasın cavan nəsil etdiyinin cəzasını. Xeyirxahlıq mükafatdır, qarğış qeybət, qazdığın quyu. Qınaq mənəmlik ölümdür, ey insanlar, bunu duyun. Pis baxmayın yaradanın əsərinə, soruşmayın çəkdiyim bu əziyyət nə, bu zillət nə. Əlimizlə əkmişik biz çəkdiyimiz əzabları. Məhsuludur qarğışların itki xəstəlik yolları. Qınadınsa, qınanacaq əziz sandığın insanlar. Hər cəzanın öz zamanı, hər mükafatın vaxtı var. Kör eyləyin gözünüzü, lal eyləyin dilinizi. Qulağınız eşidəni bilib bilməz danışmayın. Öz həyatınıza baxın, özgəsinə qarışmayın. Zulə qərib. Əlbəttə ki, bunları Emananın süfrəsindən dinlədikdən sonra əkib qəlbimə Rəbbim. Bu da Allahın lütfüdür. Unutmayaq ki, bugünün sabahı var. Unutmayaq ki, qurduğumuz planlar yarımçıq qala bilər. Gözəlliklər arzu edək ki, gözəlliklər biçə bilək. Hörmətlə hər birinizə gözəllik diləyirəm.